Bu videoda tato elətdirib atama qışqırtma edəcəm. Xatırlayırsa bundan düz 2 il öncə saçımı yaşıl rəngə boyayıb qulağıma da sırğa taxıb atamın qarşısına çıxmışdım və ona qışqırtma etmişdim. Eşisən məni bilsən, hə? Bax otur yerə. Hə, durub səni güzel çapalalayıram ha ki, ha. Həmin videonun üstündən biraz müddət keçəndən sonra atama burun əməliyyatı zarafat etdim. Onda isə qışqırtma etdiyimi təxminən başa düşmüşdü deyə mənə çox inanmamışdı. Özüm sən baba kameraya oynaya bilirsən. Həmin salam deyən kameraya burada. Salam. Mən də qışqırtma edim. İndi isə tam 2 il keçib. Atamın xoşuna gəlməyən bir şey daha qalıb. Tato. Və hal-hazırda dostlar, tato eləməyə tato ustasının yanına gəlmişik. Targovda uşaqlar şaurma nömrə 1-in yanındadır. Yəni siz də gələ bilərsiniz, dostumdur. Arada bu arada mən də burada oluram. İlk dəfə gələndə qorxmuşdum. Bir dənə yola bax, qorxulu ev yoludur elə bil. Gəl qardaşım, getdik. Siz də gələndə dostlar buralarda ehtiyatlı olun biraz. Dediyim kimi mən onsuz burada çox vaxt oluram deyə. Da məni görməyə gəlməyin uşaqlar, tato elətdirməyə gəlin. Mən nə danışdım? İndi məni görməyə gələcək. Zarafat edirəm, burada olmuram uşaqlar, gələsiz deyə dedim. İstəsəz turnik də vura bilərsiniz. Tut vurum. Qardaşım, həyatımda ilk dəfə turnik vurdum. Bu nəsə uğurlu turnik imiş. Özümü oğlan hiss edirəm ha. Və mənə tatonu Məhəmməd eləyəcək. Necəsən bro? Sağ ol, sən necəsən? İnşallah. Abi tato eləyəcəyik. Ağrıdacaq. 100%. Avrat, bu nədir? Mən güvən ver. Gedim bir dənə turnik eləyim gəlirəm. Qardaşım, mənə deyirlər ağrıdacaq, ona görə idman eləməliyəm. Bu karapkaları da dostlar gətirdim. Bu başqa videonun karapkalarıdır. Dal gəlsən bura. Allah qapım buradır mənim. Yarın çöllə qallaq elə bil ki. Bas getsin. Ayaqqabımı bağlama. Eləmə də qardaşım. Qapımı bağladılar. Bu oğlanların təcili səmimiyyəti, tez səmimiyyət. Anladım, danışa bilmirəm. Qapı nasıl qoymusan? Sadəcə açıq qapı götürdün. Abi ikinci dəfə gəldik bura. Artıq doldurduq buranı. Üçüncü dəfə də buranı olacaq. İnşallah. İnanıram. Hazırda hər şey. Hə, 100%. Səni gözləyirik, həyecanlısan biraz. Başlayaq. Sən nə deyəcəyinə görə həyecanlıyam abi. Bilirəm ki, çox qəşəng olacaq. 100%. Getdi uşaqlar. Deməli buranı təmizləyirik. O nədir vurdunuz? Qırxacağıq. Hə, əla. Yox, mən atam icazə vermir. Mən gedirəm. Deyib gedirmişmişəm. Bu arada da sizə belə videoların daha çox gəlmək üçün like atmağı, abunə olmağı unutmayın. 5000 like gəlsə Full kürə işləyirik. Həqiqi qəribə bir şeymiş ha. Həyəcan var. Həyəcan çoxdur. Dəhşət, həyatımda ilk dəfə tato eləyəcəm və bu məndən ömür boyu qalacaq demək istəyərdim dostlar, amma zarafatsız ömür boyu qalacaq tato eləmirəm. 10 günlük tatolar olacaq, elə Məhəmməd bəy. Hə, müvəqqəti tato olacaq. Amma ataya elə qələmə verəcəyik ki, güya ki, bu həqiqi tatodur, real, ömür boyu qalacaq. Mən bir də eskizi hazırlayım, yapışdırım. Aha, tamam, fərqi yoxdur. Nəsə yapışdırırlar qoluma, valla bilmirəm nədir. Onlar nə istəsə eləyin, qol sizindir bu gün. Deməli dostlar, indi YouTube loqosu, bir dənə zəhmət olsa abi ekrana göstər. Baxın, YouTube loqosu eləyəcəm tato olaraq. Səncə yaraşacaq abi? 100%. Bir YouTuber kimi həqiqətən maraqlı görsənəcək. Oran o qədər diqqətlə çəkməyə ehtiyac yox, Google-a girir də yəni. Heç tato yerini bu qədər diqqətlə çəkmədiyə sadə. Baxır ki, Google-da nə axtarışlar zaten. Nə də olsa dostlar, bu loqo 10 gün boyunca falan mənim qolumda qalacaq. Çiməndə getməyəcək. Çiməndə çox üstün yusan gedər. Ayda. Ona 10 gün çimərəm də, onsuz öyrəşdiyim bir şeydir. Normal A4-də şəkil çıxardırıq. Həqiqi. Dostlar, sənin dizaynı çox xoşuma gəldi. Dostlar, indi əsas məsələ, abi, normal tatonu necə edirsənsə, o mühitdir bu indi. Hə, hal-hazırda bu iynə, yəni burada iynə yoxdur. İynəsiz boş kartejdir. Bundan simulyasiya yaradacaq ki, güya ki tato eləyir. Oyda, dədəmi simulyasiyaya salırıq. Bu arada dostlar, xına ilə eləyəcəkmişik. Amma ata inansın deyə ona bir dənə görüntü vermək üçün simulyasiya yaradırıq burada. Kənardan düz formatda belə çəkiliş eləməyimizin səbəbi atam inanmasa ona bu görüntüləri göstərməyimiz olacaqdı. Qorxuram abi, onun içində dəqiq iynə yoxdur. Həqiqi qorxuram ha. Basmayacaqsan. Narahat olma. Güvənirəm də dostlar. Oğlanların bir gündə tanıdığı adama güvənir. Xotlandı, səsinə baxın. İynə yoxdur, narahat olma. Məhəmmədə inanmadığım üçün aparatı ilk öncə əlimdə yoxlamasını istədim. Nə də olsa o da mənə qışqırtma edə bilərdi. Anəsə batır. Bəs eləyər məncə. Abi, olar mən uzanım. Bəlkə həyatımda heç vaxt bir də tato eləməyəcəm. Uzanıb eləmək istəyirəm. Həyecanlısan. Hə, görməyim buranı. Çox sağ ol abi. Balışda verdiniz. Uzandım dostlar. Deyirəm də mən 3-cü gəlişimdə buranı alacağım. Dostlar, yəni Azərbaycanda belə bir qışqırtmanı başqa bir də inanmıram hardasa görəsiz. Amma belə videoların daha çox gəlmək üçün like atın. Məncə ata çox sərt reaksiya verəcək bu arada. Əsəbləşmirəm, mən niyə? Mən sadəcə deyirəm ki, Çünki tatodan heç xoşu gəl. Dediyim məkana bax indi dəyəcəklər məni. Ancaq tato ustalarıdır. Hələ ki qələmlə çəkmişəm kimi görsənir. İndi bu qurusun abi 5 dəqiqə mən bunun üstündən işləyə bildim. 5 dəqiqədə nə eləyə bilərik görəsən. YouTube-da olar bir dənə özümə baxım. Doğrudan o hər şey olar uşaq. Çox bomba yerdir. Əlaqə nömrəsi çıxdı, gəlib tato eləmək istəyənlər burada eləsinlər, zəhmət olmazsa. Baxın dostlar, burada çox insan var. Bezdirib onları, səs-küylər narahat işləyirlər deyə videonu qoşmayacağam. Valla video qoşuldu. Torpağın altında qaldırdım.
Hala video çıxa bilmirəm. Nəysə bu kanal burada qalsın. Mən bu kanala baxıb motivasiya alacağam. Daha qəşəng tato edəcəm. Mən eləmirəm onsuz. Uzanmaqdan bezdim çünki uzananda özümü xəstəxanada hiss elədim bir an. Qorxdum ya. Elə bir qolumu kəsiblər. Qulaq çəkin. Qulağım təmizdir. Deməli bu xına ilə olur. Bu boya kimidir, üstdən yaxılı. İstədiyin vaxtı silə bilirsən. Belə dəyməsən hardasa 1 həftə, 10 gün, 15 gün qalanlar da olur. Belə deyim də uşaqlara falan eləyirlər ya misal üçün müvəqqəti yazılar, idmançılar döyüşə çıxmamışdan bir müəyyən yazılar yazırlar. Yəni əyləncəli bir şeydir. Yəni qalıcı bir tatu deyil. Sadəcə boyadır. Sən tərpənməməliyəm. Mənə ən çətin işi dedilər. Dostlar, əgər 10.000 like gəlsə bu videoya, realını eləməyəcəm, basıb bağlamayım. Amma 10.000 like gəlsə, tato, maraqlı tato videosu gələ bilər. Bir nəfərə yolda pul verərik, pul qarşılığında bədəninə ömürlük tato elətdirər. O həqiqi maraqlı olmaz. Maraqlı fikirdir məncə. Bu bizim YouTube loqomuz. Bu 20 dəqiqə qalmalıdır, tam quruyacaq. Vəssalam. Tərpənməyim. Hə, ilk 10 dəqiqəni tərpənməsən, 10 dəqiqədən 5 dəqiqə tərpənməsən super olar. Məncə mən çox narahat elədim deyə tərpənmə qadağası qoyurlar mənə. O da ola bilər. Aldo. Ata hardasan sən? Ben Sulhanet deyip geldim. Ben kör oldum. Tamam, onda sən yavaş-yavaş 28-ə tərəf gəl, biz də 5-10 dəqiqəyə çatırıq ora. Çatanda konum atacam sənə. Yaxşı. Oldu, davay. So, dossiləri ata ilə də danışdıq. Hava çox soyuqdur bu arada. Elə bir qış qayıdıb aprel ayında. Abi ümumiyyətlə bir şey soruşum. Prosesin qiyməti nə qədərdir ümumiyyətlə gəlmək istəyənlər olsa belə xınaya? Xına prosesi 20 manatdan başlayır. 20 manata bir nöqtə balaca bir yazı falan. Yəni 20 manatdan. Mən elədiyi neçədir? 50 manat. Gözlərim doldu. 50 manatlıq ki Məhəmməd mənə pulsuz elədi. 9 and 20 miles today, 4, 11, 17, 32 the day before. Boot, 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 moving up and down again. Məhəmməd bəy də ata. Sağ ol. Necə Sağ ol. Ya oturaq bir şey danışacağıq. Hardan gəlirsən? Benim silahlardan hardan keçsin evdə. Necəsiz? Sağ ol, siz necəsiniz? Enes Batur'un kinosunda var idi, elə hiss edirəm indi. Böyük markadır, işləmək istəyirlər. Mən də dedim sən də gələsən səndən də danışsın. Özləri də istədi elə. Deməli biz ilkini çoxdan baxırıq. Biz möhkəm danışırlar sonra həyəcandan işləmək. Dedim ki, ilkini çoxdan izləyirik. Səhifəsinin aktivliyi falan ən çox da gənc kütlə ilə işləyirlər. Biz tato şirkətiyik. Bakıda işləyirik, bir neçə filialımız var Bakıda. Biz reklam qarşılıqlı danışmaq istəyirik müqavilə ilə təbii ki, ona görə sizə dedik gəlməyiniz uyğun olar. Bizlə işləyəcək. Misal üçün videolarının bir neçəsində bizim videoları da paylaşacaq. Yəni tatoya aid, tato sferasına aid. Sən 18 yaşın olubdur? Hə, 19. Hə, çünki müqaviləyə görə onu soruşuram. Yəni həm özünə tato eləyə bilək, özünə tato eləmək istəyirik, model kimi şəkilləri falan belə reklam kontenti ilə də belə deyim. Tatu vurdurmağa. Elə istəyirlər də, deyir elə müqavilə bağlayaq. Tatu vurdurmaq indi sən namaz da qılırsan. Tatu orada belə deyə yasaqdır. Dəstəmaz olan yerlərə vurulmazlar. Belə bir söhbət var da, yəni o tatunu sən vurdun, sabah xəstəliklə bağlı, nəsə bağlı belə bir şey. Xəstəlik ola bilər Bizdə amma. tam steril, yəni professional. Yox, bilirsən necədir? Müəllim belə deyək də, yəni başa düşdüm, sizin işinizə mən protektörəm. Sadəcə olaraq insanın bədənində olan bir şeylər var da, yəni sabah gələcəyinə belə bir şey, o mənada deyirəm sənə. Yəni mənim üçün fərqi yoxdur. Sən onu hə pul qazanmağa görə reklam, yəni başqa bir şey fikirləşsəydin, tato vurmamış. Sadəcə bilirsən Daha da necə gözəl istəyirlər? Siması olmağımsan şirkətində. Tamam da niyə ki onu şəkil qismində montaj eləyib, yəni şəkil yapışdırmaq mı deyək? İş prosedurunda o biraz professional yanaşma deyil. Məsələn, dünya bazarına baxanda, yəni məşhurlar çoxsu aktyorlar, müğənnilər və tanınmış YouTuber simalar ki, YouTube Azərbaycanda yəni ən belə deyim də prestijli bir kanaldır. Hə, ona görə yəni mütləq ki biz tato eləməyi siz tato eləməlisiniz. düşünürük. Tato eləmək biraz söhbətində valla mən yəni belə deyək narazıyam çünki niyə görə bu gələcəyi var. Sabah tato vurduran insanların 90%-ni görmüşük ki, sonradan sildirir. Var elə Məsələn, hallar. Bəli, elə bir hallar. Yəni bu bilmək olmazsa gələcəyinin nə olacaq? İndi bu uşaqdır. Sağlamlıq baxımından bizdə yəni tam steril, tam Mən onu hər başa şey. düşdüm. Yəni o Mən sizi başa biz düşdüm. professional burada işləyirik Targovda. Studiyamız professionaldır. Yəni bizim Yəni müştərilərimiz başqa də alternativ nəsə fikirləşə bilərsiniz. Emini bədənə vurmamaq. Mən bir şey deyim. Deyirlər ki, bloger öz istifadə eləmədiyi məhsulu reklam eləsə əgər, orada avtomatik cərimələnir. özündə tətbiq eləmədiyi bir cəmaata satmağa Özü çalışsa yəni yəni. həyatda Sən bu günləri belə deyək, indi sən pula görə onu bədənə vurursan, Sonradan sindirmək olur da. Yox, bildim. Sonradan İllər yəni sonra. nəsə bir problem çıxsa, orası da var. Yəni evdə müzakirə eləyə bunu temanı. Sadəcə tərcih cavab vermək lazımdır. Tərcih cavab. Biz danışmışıq ki, pul qolda, yəni bir dəfəlik yox, belə hissə-hissə. Yəni yenə də mən Çəkilişlər məsləhət falan. görmürəm.
bilmirəm. Qiymət barədə də danışsaq əslində indi daha yaxşı olardı. Bizdə müqavilə olacaq. Aya minimum 4 dənə video olacaq, maksimum 8 dənə. Yəni bir hər video üçün biz 450-500 manat məbləğində Hər videoya 450 ödəniş edirik. Burada məsələ bilsən necədir? Yəni pula görə özün də bilirsən ki, yəni biz pulun dalınca qaçmamışıq heç vaxt. Sən pula görə yəni onu bədənə vurdurursan, orasında fikirləş. Ha, bunun gələcəyi var. Yəni bir günləri tamam da sənə cibə xeyir, müəllimin reklamına xeyir, hamı razıdır. Amma yəni bu bədənə vurulan bir şey. Siz onu rəssam şəklində işləyə bilərsiniz, amma həmin o materialı heç mən deyir ki, belə deyək, toçka vuraq, bədənə işləyək. Böyük bir tatu olmasına qarşısınız da siz. Əlbəttə ki, böyük bir tatu qarşısında mən yenə də razı deyiləm. Amma yenə də bu sənin yolundur. Mən məsləhət görmürəm. Yəni bu biznesdir belə deyim. İndi işin də yavaş-yavaş yəni biznes dünyasına girməyi var da. Bu kimi mərhələlər daha da dik Mən ödənişlər. sizdən razıyam. Yəni bu şey mövzuya getmir. Yəni sıxıcı ya çətin bir mövzu. Əksinə yəni genişləndikcə genişlənir. Fərqli reklamlar ola bilər. Mən sizi başa düşdüm. Burada artıq fikir verdim ki, söhbət uzandıqca uzanır. Ona görə də kurtkamı çıxartdım və birazdan qolundakı tatonu atama göstərəcəm. Yenə də deyirəm Eləsəm əsəbləşərsən. Yox, əsəbləşmək sən yedirəm. Əsəbləşərsən. Deyirsən ki, öz qərarında. Öz qərarında. Amma Elədin bunu şey. Hə, elədin. Ciddiyəm. Çıxartmaq olmaz. Nə üçün də o? Bu sağaltmaq üçün də həm də steril saxlayır. Nə bilim vallahi yenə deyir ki, mən sənə yenə demişəm. O bir dənə üzr istəyirəm o sözü deyir. Deyirəm ki, belə siqaret də çəksin sənindir, bəzi zibillər də eləsin sən. Hər şey sənindir. Həyatı özün Mənim deyil. yaşayırsan. Amma bu elədiyin addımın sabahsı var ha. Yəni bunun arxasında çox şey dayanır. Müəllim sabah çox şey istəyə bilər səndən. Belə deyək, bir gün 4 dənə reklam istəyirsə, onu buradan başlayacaq yazmağa sən. Ya bu yoxlama üçün elədi. YouTube-un loqosu sözdə dedilər ki, nə istəyirsən elə. Bunu eləmirsən, bunu bir reklam olaraq çək. Hər dəfə də bir dənə reklam veribsənsə, yaxşı, mən tamam da razıyam. Bir dənə belə bir şey elədim, düzdür. Da hər dəfə vurmağı da dənə düzgündür. Axı müqavilə indi bu yoxlamadsa müqavilə bir illik Zaten olacaq. sən sima olursansa əgər, belə deyək, biri verildisə əgər, başqa bir yanında dayanıb başqasının tatusunu işləyib ona da çəkə bilərsən. Siz indi buna tamamilə qarşısınız da belə başa düşürsünüz. Əlbəttə ki, yəni bu boyda, yəni bədəni hər dəfə siz yazdırmaq, o yəni problemə çevriləcək sabah sənin özün üçün. Axı bu qəşəng olmuyor. Sən namaz qılan adamsan deyən. Belə şeylər sənə protif gedir. Başa düş. Bir sözlə yenə də üzr istəyirəm. Çox xətrə dəyməsin başlayın. Yəni şeytanı bir şeylər deyək də, yəni bu bəyənilməyən bir şeylər. O əslində də Bizim yaşlı- inancla bağlı Məsələn, bir sizin, şey. yəni Yəni bugünkü gün müasir dövrdür. Yəni insanlar fərqli bir düşüncəyə keçir. Yəni biz fərqli Hamı eləyir də. Belə deyək, yox. Hamı bədəni bütün qulaq tatudur. asın. Valla bir Yəni söz ən deyim. məşhur Hamı simalar mən bizim eləyir də. burada başqa adamın yanında indi spoil eləmək istəmirəm. Hamı deyirəm, həmişə demişəm, dağdan gedib atacaqsan da özü dağdan atmayırsan. Yəni məsələ var. Bu dağdan atmaq deyil axı. Yo bu elə özü dağdan atmaq kimi bir şeydir. Yenə də qardaşın xətrinə dəyməsin. Yo, Mənim mən baxımdan. heç bir xətrinə dəyməsin. Niyə görə? Yenə də deyirəm, sən əgər namaz qılan bir insansansa, belə şeylər orada düzgün deyil. Bu qan ləkələri problem deyil. Yox, o gedəcək də. İndi evə gedib əsəbləşməyəcəksən. Əsəbləşmirəm. Mən niyə haçan əsəbləşmişəm mən? Sadəcə İndi necə əsəbləşirsən sən? Əsəbləşmirəm. Əsəbləşmir. Mən əsəbləşmirəm. Mən sadəcə deyirəm ki, eləmisən, yaxşı. Tamam da sən hər şeyi eləyirsən, sonra gəlməz. Eləmisən, yaxşı keçdi. Amma bu günləri Nə eləyib sonra demişəm, birinci dəfədir. keçən səfər də mənim başıma oynaşdın. Video döyürsün sən. Bu videolara birdən Yo, video deyil, bu realdır. Dəqiq. 100%. Bax da nə bilim ki, yəni onun gələcəyi var. Sən gəl o zülmlə onu pozduracaqsan. Görməvizə reaksiya necə oldu? Yəni siz valideynisiniz bunu Reaksiya valla Amma məndə yenə deyil, də- indi reaksiya bilsən mən ümumiyyətlə bu bilir. Mən bunun xətrinə Sizdə dəyən yoxdur, adam hə? deyil. Yox, məndə ümumiyyətlə yoxdur. Bəlkə sən də eləyirsən, ha? Yox, mən ümumiyyətlə xoşlamam belə şey. Ata, dinə bütün üstün bu marka teması falan var ya, marka teması falan. Hansı videoydu? Kameranın biri oradadır. Kameranın biri də oradadır. 3 dəfə kuru qoymuşam buranı, maşını da orada sala. Nə fikirləşirsən? Başqa bir gün oynayacaqsan sən, baxarsan. Sən mənsən gəlmir, neysə olsa. Heç nə qoy düzgün alsın, yaxşı. Əslində bax görsən yenə tərlədim. Yenə də məsələn şey hirs gəldi ki, niyə görə ki, vermə onu. Bizə niyə görə? Çünki mən danışmağı xoşlayıram, səbrlə yanaşıram. Amma məsələn elə şeylərin həqiqətən yəni mən marağımda olmamışam. Zarafatsız Azərbaycana örnək atasan. Mən qorxurdum dedim birdən stakanın zadı atarım mənə. Nə bir valideyni də. Mən fikirləşdim bunun zadı vurar mənim. Restoran Allah gəlməmişdən, eləməsin, restoran niyə ki? gəlməmişdən qabaq bütün qabları yığdı ki, birdən atası qabzatsın və 2 dənə stəkan qoydu. Dostlar, belə videoların daha çox gəlmək üçün like atmağı unutmayın. Mənim çox sağ ol həqiqətən. Həyəcan oldu, ürək atışı artdı, tər gəldi. Tər gəldi, maşını da orada saxlamışam, hələ bilmirəm indi yazacaqlar gəldi. Gələcək yəni. Sağ ol ata.
Fikir verdisə mən atama tatonun keçici olduğunu hələ də demədim. Ona görə də qışqırtmamız onun bitdiyi yerdə yenidən başlayır. Maşında onu dəli edəcəm. Qəşəng hazırlaşmışdıq ha bu videoya. O birisilərdən daha zor idi. Restoran. Heç tanımadığın adam çağırdıq ki, yox. Məhəmməd bu arada uşaqdan ehtiyat yox. Məhəmməd aktyor deyil ha bu arada. Tato ustasıdır. Real tato ustasıdır. Qolundakını elə Məhəmməd eləyib. Onda bunu nə vaxt sildirək? Nə vaxt sildirə bilərik Məhəmməd? 1 il əzada. Nə vaxt sildirək ata? 4 aya falan sildirərik də elə. 4 aya sildirəcəm ata. Yaxşısı. Doğrudan tapıldı ya, yalandan. Bu həqiqətən. Dəqiq. Özü ora niyə vurmuşdu? Lap ora vurdusa buralara bir yerə vurdu. Burada nə vurdu? Nədir ki o? Nə var? Nə bilim hasan sildirsən, özün bilirsən mən nə bilim. Amma qəşəngdir ha. Şəkillər olur da, yəni yapışdırmağa da. Olur realistik görsən. 3-4 ay qalsın. Vaxt ona. Niyə qara rəngdə çıxır ki? Niyə qara rəngdə çıxır Məhəmməd? Qara rəngdə. 3-4 ay qalsın sonra silərim. Yəni elə şeylər biraz Məhəmmədə xətər dəyməsin, belə deyək, maraq eləmir. Hələ də biz video çəkirik. Dedim deyə. Doğru. Ay Allah, əsəbləşmirik. Ay yox. Yox, elə danışsan əsəbləşməyim. Mən niyə əsəbləşməliyəm? Mən bir dəfə o vaxt dərziliyə təzə gələndə, mən sən yaşlı olanda bir müştəri bir dənə parça gətirdi. O elə bir parça idi ki, yəni tapılmayan bir parça idi həqiqətən. Özdəki bir sənəcə belə az çatırdı da, güclə o şalvar kostyuma çatdı. Mən onu təzə idim deyən uçinik idim. Mən onun qıraqlarını toxuyanda o maşın onu kəsdi. Kəsdi, gəldim, oturdum bu tərəfdən biri gəldi dedi ki, sən belə bu parçanı tapır, müştəri çox pis müştəridir. Aləmi dağılacaq, belə olacaq. Uşağam, qorxuram. Oturmuşam beləçə fikir verirəm. Nə pul lazımdır verim, bir söz demirəm. Amma yəni bu qədər şişirdir, mənə qorxu. Mən də o qədər qorxuya düşmüşəm ki, belə şey olar yəni. Nəzzi bilə düşdü. Allahın dostu yanında oturan bir nəfər var idi, gəldi dedi ki, "Abala, bunun üstünə niyə düşübsüz? Bu iş oldu. Vəsə, keçdi." Yəni ki, bunun ucu olub keçdisə əgər bunun axırın qırğın, əsəb, nervi, stres lazımdır, düzələn bir şey. Doğrudan da həqiqətən də elə oldu. Gəldi qəşəng, getdi bir dənə Sən indi bu tato olub deyə daha əsəbləşmədin elə. Yox, əlbəttə ki, yox. Olan şey olacağı güzəşdirlər birincisi. İkincisi ki, olmamışdan qabaqda oturub məsləhət edirlər. Videonu bitiririk. Like atmağı, abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Sağ olun. Sağ olun. Mən orada saxladım. O tində saxlayanda yazıblar. Buraya vurdu tində. Orada dayanma durma olmaz belə. Yol kəsmişəm. Yox, yolu kəsməmişəm. Yol kəsməmişəm. Yol kəsməmişəm.